Değerli izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Bugün sizə çox gözəl, əla bir evimizi təqdim edəcəm. Hansı ki, xəyallarını qurduğunuz, beynində icra eləmək istədiyiniz bir ev artıq icra olunub, ev sahibi satmaq qərarına gəlib. Ailə tərkibi böyüdüyü üçün inşallah bu evi satıb daha da geniş ev almaq niyyətindədirlər deyə satırlar. Çox möhkəm və yerləşmə yeri çox əla bir yerdə yerləşən 3 mərtəbəli, bax, deməli, qaraj hissəsi olan 1-ci mərtəbə, 2-ci mərtəbə, 4 bir tərəfinə qədər keçid mümkün olan gözəl bir həyət evi ilə sizləri təqdim edirəm. Deməli, bu ev sizin satışda gördüyünüz digər evlər kimi deyil. Yəni, evdə hər bir iş şəxsi yaşam məqsədi üçün olduğu üçün, yəni hər bir iş möhtəşəm şəkildə görülüb. Zəhmət olmasa evimizin bir dənə xarici görünüşünü göstərək. Evin hər bir tərəfi ağlay daşlarla özlənilib. Yəni giriş qapısından tutmuş, ha belə bütün işlər hamısı yüksək səviyyədə şəxsi yaşam məqsədi üçün olduğuna görə bütün işlər hamısı mükəmməl şəkildə görünür. Deməli, evimizin bax buradan sol hissəsindən keçiddir, sağ hissəsindən keçiddir. Videonun sonunda qaraj hissəsi ilə sizlərə ətraf şəkildə tanış edəcəm. Daha çox vaxt itirmədən keçirik evimizin daxili hissəsini sizlərə təqdim edeyim. Keçək evimizin növbəti hissələrinə. Deməli, evimizin yerləşmə yeri Bakı-Sumqayıt şosesinin tam üzərində 5 sot torpaq sahəsində inşa olunan, bax bu gözəl evimiz. Qiyməti də münasibdir və yerləşmə yeri bir sözlə çox əla bir yerdə. Deməli, evimizin qonaq otağındayım. Bax, belə bir səliqəli, gözəl bir qonaq otağı var. Bu hissədən, bax belə, mətbəx hissəsidir, sürgə tipli bir mətbəx hissəsi var. Evimiz əşyasız satılır, əziz və dəyərli izləyicilər. Sənədlər kupçadır, evin də torpağın da kupçası var, paket kupçalıdır. Yəni, evdə gördüyünüz bütün təmir materialları hamısı yüksək səviyyədə bahalı materiallardır. Deməli, baxın, burada belə bir birinci mərtəbədə olan yataq otağıdır, səliqəli şəkildə. Keçirik digər otaqlara. Giriş hissəsi istipolla təchiz olunub. Deməli, baxın, belə bir böyük xol hissəsidir. Buradan, bax, belə bir çamaşırxanadır. Gördüyünüz kimi, səliqəli şəkildə. Bu hissədə belə bir böyük sanitar qovşağıdır. Geniş ölçüdə. Bura qaraj hissəyə düşür, sonda sizə göstərəcəm. Və bunu da nəzərdə çatdırım ki, evin pləkanları monolit betondur, mərtəbə arası monolit betondur. Həqiqətən də çox gözəl bir evdir. Yəni, bugünkü gün satışda belə evlər demək olar ki, çox nadir hallarda